Allah razı olsun Səid qardaş. Sonra bu ümumiyyətlə yəni göz dəymənin müalicəsi barəsində. Yəni göz göz dəymə əgər deyilsə etməlidir. Sehirdə bilirik ki, müəyyən surələrdir və s. amma bu göz dəymədə necədir? Göz dəymə haqqında Peyğəmbər sallallahu əleyhi və səlləmlə necə müalicə olunmaq varid olub səhih hədislərdə, sünnədə baxsaq görərik ki, ən başlıca vasitələr, yəni müalicədən qabaq Peyğəmbər qorunmağı əmr edib və qorunmağın yolunu da göstərib. Dedi ki, bərəkət diləməkdir. Nədənsə təəccüblənmisənsə, nəyisə bəyənmisənsə özündən, malından, övladından və ya kiminsə malından, övladından və ya evindən, digərindən ən birinci bərəkət diləyirsən ki, Allah Taala qorusun. Və dedi ki, haqdır və bəzi rivayətlərdə gəlir ki, Allaha sığınmalısan. Ondan necə ki, Ayşə rəziyallahu deyir ki, Allaha sığının gözdən həqiqətən göz haqdır. Və həmçinin gəlib müalicə üsullarından Quran oxumaqla müalicə. Peyğəmbər sallallahu əleyhi və səlləm insan yəni hiss edə bilər ki, o insanda göz dəymə var. Yəni bilmək olar ki, məsələn mən bilə bilərəm ki, filan kəsin gözü var. Gəlib bəzi hədislərdə ki, bəzi insanların gözü dəyib olaraq. Məsəl üçün elə zikr etdiyimiz hədisdə Səhl ibn Hənifin ona göz dəyənin kim olduğunu deyəndə səhabələr deyirlər ki, Əmr ibn Rabiyə baxırdı ona. Deyirlər ki, Əmr ibn Rabiyə ona baxırdı. O deyir ki, ona və rivayətləri çoxdur o hədisin və bir rivayətdə gəlir ki, o tərifləyir onu. Deyir ki, belə güclü bədən niyə gizlənib və ya nə vaxtdan gizli qalıb. Yəni qüvvətli idi və xoşuna gəlir yəni qüvvətli olması onun. Və gözü dəyir ona. Ona görə hətta bəzi rivayətlərdə gəlir ki, yıxılır. Həmin an yıxılır. Yəni ürəyə gedir həmin an. Ona görə əlamətlərdən birindən deyirlər ki, anidən yıxılmaq. Yenə toxunacaq bəzi əlamətlər hansı ki, sünnədə varid olub. Ola bilər ki, o gözü dəyən insan yəni bilə-bilə etməsin də. Bir var məsələn bilirsən ki, bu insanın niyyəti pisdir, həsəddir. Gözü götürmür onu. Onu bilmək olar ki, məsələn ola bilər ki, məsələn pis niyyəti yoxdursa amma gözü var. Gözü dəyən insan bəziləri yəni bilirlər ki, məsələn gözü var onun. Elə insanlar var, bilir ki, onun gözü var. Baxanda zərər edir. Mən də demək istəyirəm ki, yəni o gözü dəyən insan ola bilər pis niyyətlə eləməsin. Ola bilər istədiyindən olsun. İstədiyindən olsun. Ola bilər həsəddən olsun. Dedi ki, yəni fərq eləmir göz dəymə və həsədlə onun fərqi odur ki, göz dəymə mütləq görməlidir. Göz dəymədə göz dəyirsə onu göz görməlidir, amma həsəddə göz görmür. Yəni az da fərqlərə toxunuruq. Yəni ola bilər həsəd edən görsün həmin şeyi, həsəd etsin. Ola bilər görmədən həsəd etsin qəlbi ilə. İstəsin ki, həmin o insandan o nemət, o mal-mülk getsin. Və istəsin ki, ona gəlsin və istəməsin ki, ona gəlməyini. İstəsin ki, istəyir ki, başqalarından Allah Taala nemətləri aradan qalxsın. Ona görə həsəd ümumidir və hər gözləyən həsəd edir, hər həsəd edən göz dəymir. Və göz dəymənin zərəri həsəd edənin zərərindən çoxdur. Ona görə alimlər toxunanda məsələn həsəd edən günah edir yoxsa yox, deyirlər ki, həsəd edən günah daşıyır. Amma göz dəyən ola bilər günah daşımasın, bilmədən gözü dəysin. Bilmə toxunacaq yenə onunla bağlı. Elə burada da sual verirlər.